Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə ideal xəmiri çox ləzzətli sosu ilə ən gözəl pizza reseptini təqdim edirəm. Gecə hazırlamasına qaba 1 çay qaşığı maya, 1 stəkan illıqdan biraz isti su əlavə edirəm. Üzərinə 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırıram və bir neçə dəqiqə mayanın aktivləşməsini gözləyirəm. Maya aktivləşdikdən sonra üzərinə 1 çay qaşığı duz, 2 xörək qaşığı duru yağ və 3 stəkan yarım un əlavə edirəm. Yarım stəkan da ilıq su əlavə edib xəmir yoğururam. Çalışın xəmiriniz yumşaq və hamar olsun. Siz də kanalıma hələ də abunə deyilsinizsə abunə olun, videolarımı bəyənin və yaxınlarınızla bölüşərək mənə dəstək ola bilərsiniz. Abunə olarkən zəng işarəsini də açın ki, bildirimlərdən və yeni gələn videolardan xəbərdar olasınız. Xəmiri çox yaxşı yoğururam, əlimlə toparlayıram. Belə gözəl hamar xəmir olur. Qaba qoyuram, üzərini streslə örtürəm. Otaq temperaturunda təxminən 1 saat mayalandırıram. Bu arada sosu hazırlayırıq. Sos üçün 3 xörək qaşığı tomat pastasını qaba əlavə edirəm. Üzərinə 2 yemək qaşığı duru yağ əlavə edirəm. 1 diş sarımsağı bu şəkildə sarımsaq ətən vasitəsilə əzib əlavə edirəm. Əgər sarımsaq sevmirsinizsə əlavə etməyə bilərsiniz. Üzərinə duz istiyot əlavə edib qarışdırıram. Və daha sonra üzərinə isti su əlavə edirəm. Suyun miqdarını sosun qatılığına görə özünüz təyin edə bilərsiniz. Son olaraq üzərinə biraz ədviyyat əlavə edirəm və yarım stəkandan biraz az su əlavə edib qarışdırıram və sosumuz hazır olur. Qatılığı bu şəkildə oldu. Xəmirimiz artıq mayalandı. Mayalı xəmiri bir qədər havasını alıram və biraz əlimlə toparlayıb dəzgaha biraz un səpərək dəzgahın üzərinə qoyuram. Xəmiri 2 bərabər hissəyə bölürəm və böldüyüm hissələri gündə edirəm. Gündə etdikdən sonra üzərini örtüb təxminən 15 dəqiqə gözləyirəm ki, xəmir yaxşı yayılsın. Təxminən 15 dəqiqə sonra xəmirin üzərini açıram və altına və üzərinə un səpərək əlimlə bu şəkildə yayıram. Əgər əllə yaymaq çətin olsa, oxluqla bir qədər açmaq olar. Xəmiri asdıqdan sonra soba listi ölçüsünə gətirirəm və soba listinin içərisinə bir qədər un səpirəm ki, yapışmasın və xəmirimizi içərisinə qoyuram. Listin içərisində də əlimlə nizamlayıram. Ortasını biraz nazik, kənarlarını isə bir qədər qalın saxlamağa çalışıram. Çəngəllə biraz dəliklər açıram hər tərəfdən və üzəri üçün hazırladığımız sosdan 2-3 qaşıq əlavə edib bərabər şəkildə yayıram. Çalışıram sosdan kənarlarının çox dəyməsin. Kənar hissələri təbii şəkildə qızarsın. Və biraz da fırça ilə duru yağdan kənarlarını çəkirəm. Rəndələdiyim Holland pendirindən əvvəlcə bir qədər əlavə edirəm. Hər tərəfinə. Daha sonra isə doğradığım sosisikaları qoyuram. Üzəri üçün istədiyiniz ərzaqlardan istifadə edə bilərsiniz. Tamamilə zövq məsələsidir. Qara zeytunları da bu şəkildə doğramışam. Bunu da əlavə edib sobaya qoyuram. 200 dərəcədə 15 dəqiqə bişirib çıxarıram. Çıxardıqdan sonra üzərinə rəndələdiyim pendirdən bol-bol əlavə edirəm və bir neçə dəqiqəlik daha qoyuram ki, pendirlər ərisin. Çalışın sobada bişirərkən alt hissəyə qoyun ki, üzəri çox qızarıb pendir yanmasın. Bu şəkildə hazır olur. Sobadan çıxarıram və çox ləzzətli dadlı pizzamız hazırdır. İsti-isti kəsirik. Bu şəkildə çox ləzzətli bir pizza olur. Neçənci dəfədir bu pizzanı hazırlayıram. İstədim sizinlə də bu resepti bölüşüm. Siz də mütləq hazırlayın. Əminəm ki, çox razı qalacaqsınız. Videomu sonuna qədər izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.